20 metr yol gelmiş, təngi nəfəs oldu. Gəzməm sizə ona görə salam əleykum, xoş gəldiniz. Qardaş salam əleykum. Adınız? Elxan. Elxan bəy. Bəli. Neçə vaxt çobançılıqla məşğul olursunuz? Vallahi öz heyvanımın təsərrüfatımla məşğul olurum. Öz təsərrüfatı. Bəli. Neçə baş belə deyim xırda boynuzlu heyvanınız var? 250 baş. 250 baş. Ay maşallah. İsmaillonun Lahıc qəsəbəsindən olan Elxan Vəliyev 20 ildən çoxdur çobanlıq edir. O deyir ki, heyvan saxlamaq asan iş deyil, çünki əziyyəti qiymətini ödəmir. Ətin qiyməti niyə bahadır? Vallahi belə baxanda baha deyil, 20 manatadır bizdə. Yəni baha çıxmır axı o qiyməti. Əziyyəti çoxdur bunun. Təsərrüfat çox əziyyətlidir hər bir şey. Bir xırda boynuzlu quzunun qiyməti neçədir, qoyunun qiyməti neçədir və keçinin qiyməti neçədir? Vallahi ət qiymətində fərq vardır olar. Elə bir keçi əti bizdə 15-16 manatdır. Quzu əti deyirəm də 20, 19-20 manat. Yəni mən satsam qəssab satır 10 kilo. Mən verirəm qəssab 18 manata, qəssab da satır 20 manata, 19-a 20-yə belənki. Yəni qiyməti belə baxanda keçisindən asılıdır. 300-350 manat. Quzunun qiymətidir. Ana qoyunun qiyməti 400 manat belə orta hesabla götürəndə. Kəpiş də belə 150-200 arası tutur da yaxşı kəpiş olsa. Əziyyət nədir bunun? Əziyyət bizim bu dağ zonasında heyvan saxlamaq çox belə rasxodludur. Çünki ot bizdə bahadır. Baha gəlir çıxır, arpa baha gəlir çıxır. Qışı sərt olur burada. 6 ay heyvan içəridə töylədə olur. Onu yəni yemləyib saxlayırıq biz. Cibimizin vasitəsilə, cib sərfiyyatına saxlanır o heyvan. Yəni qışdaq yerlərində, Kürdəmirdə, məsələn Aran yerində, İmişlidə, Zətdə heyvan gedir çöldə otlayır, gəlir girir içəri, heç nə vermirlər ona. Yəni qışda sərt olanda, qarzad olanda verirlər ona. Arpanı neçə alırsınız? Arpanın kilosunu neçə alırsınız? Sonra otu neçə alırsınız? Burada gəlir, çıxır bizə 40-45 qəpiyə. Ancaq ağırdakı Aran yerində var 35-ə, 28-ə, 30-a bizdə baha gəlir çıxır. Ot filesi bizdə qışda 6 manat, 7 manata alınır burada. Yəqin ki bunun yağı pendiri olur. Yox, biz yəni yağ pendir sağmır. Hacı buraxır balası altı. Balası yaxşı yağlı kök olsun satırıq. Ondan götürürük xeyrimizi. Köməyin olsa, yoldaşlıq olsa, ya kimsə çoban tutsun, istifadə eləsin. Yəni elənki yenə müəyyən qədər asan da olur da. Belə tək vəziyyətdə çox çətindir. Çox özün aparıb otarasan, içərini də özün görəsən. Altı, üstü, dərmanı, iynəsi, rasxodları da var. Bu heyvan elə qıraqdan baxana asan gəlir. Ancaq çox əziyyətli sənətdir vallahi.